Baxın. Eğer zədələmədimsə, baxın. Baxın. Bu artıq həmin qurtdur. Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu günlərdə mən sizinlə yarpaqlarda olan belə bir xəstəlik haqqında video paylaşmışdım. Həmin xəstəliyin nə olması barəsində sizdən soruşmuşdum. Sonra sağ olsun dəyərli bağbanlarımız, aqronomlarımız mənə dedi ki, bu kəpənəyin, yəni kəpənək yarpağa əvvəl yumurta qoyur. Yəni yarpağın iki qatının arasına yumurta qoyur və həmin yumurtadan qurd çıxır. Qurd isə həmin yarpağın altında bax bu hissədə qidalanır, yarpaqla qidalanır və qurd böyüdükdən sonra isə həmin yeri tərk edir, təzədən kəpənəyə çevrilir. İndi mən sizə həmin qurdu göstərmək istəyirəm. Baxın, mən indi əksəriyyəti artıq tərk elib öz yuvalarını. Bu qurd isə burada qalmalıdır. Baxın. Eğer zədələmədimsə, baxın. Baxın. Bu artıq həmin qurddur. Bu qurd bu yarpağın arasında, yəni öz yuvasında qidalanır. Bu qara nöqtələr də sən demə qurdun ifrazatı idi. Mən elə bilmişdim bu bitdi. Və bu qurd öz yuvasından çıxır, qurd kimi fəaliyyət göstərir. Sonra isə təzədən kəpənəyə çevrilir və bu cür dövr ilə öz həyatlarını davam edir. İndi bunlara qarşı yəni hansı dərman vasitəsi ilə mübarizə aparmaq lazımdır, onları da qeyd edəcəm videoda və növbəti videolarda görüşmək ümidi ilə.